Salam əziz tələbələr, mən İnnovativ Təhsil Mərkəzinin fizika üzrə təlimçisi Sultanova Fatimə. Bugün sizə dim yeni topludan Newton qanunları bölməsindən yeni əlavə olunan sualların bəzilərinin izahlarını verəcəm. Gəlin bir yerdə baxaq. Birinci baxırıq Newtonun ikinci və üçüncü qanunları bölməsindən 25-ci suala. Deyir ki, yay hər iki ucundan F qüvvəsi ilə dartıldıqda x qədər uzanmışdır. Bəs bu yayı bir ucundan biz divara bərkidib, digər ucundan F qüvvəsi ilə dartsaq, bu yay nə qədər uzanar? Demək olar ki, bu iki şəkil ikisi də eynidir. Yəni bir yayı hər iki ucundan tutub eyni qüvvə ilə dartmaq da eyni şeydir. Əgər biz yaydır, məsələn bu bizim yayımız, buradan da 10 Newton qüvvə ilə dartıram, soldan da 10 Newton qüvvə ilə dartıram. Bu zaman yayın hərəkətində heç bir dəyişiklik olmayacaq. Çünki sağdan da soldan da eyni qüvvə ilə mən onu dartacağım. Bax, yay götürməyək, ip götürək. İpin də sağ və solundan eyni qüvvə ilə dartanda ip nə edəcək? Tərpənməyəcək. Yəni əvvəlki vəziyyətində qalacaq. Həmçinin biz yayı və yaxud da ipi bir ucunu divara bərkitmişik, digər ucundan eyni qüvvə ilə, məsələn 10 Newtonla dartsaq, yenə yay öz əvvəlki halında qalacaq. Yəni yayı bir ucunu divara bərkidib bir qüvvə ilə dartmaqla, hər iki ucunu eyni qüvvə ilə dartmaq eyni şeydir. Yəni birinci və ikinci şəkil eynidir. Və hər iki halda da yaya təsir göstərən qüvvə nədir? F-dir. Biz bilirik ki, F qüvvəsi, yəni yayda yaranan qüvvə F bərabərdir K vurulsun X düsturu ilə hesablanır. Burada X yayın uzanmasıdır, K isə yayın sərtliyidir. Buradan görürük ki, qüvvə uzanma ilə düz mütənasib asılıdır. Həmçinin buradan X-i tapsaq, X bərabər olacaq F bölünsün K-ya. Yəni uzanma da tətbiq olunan qüvvə ilə düz asılıdır. Əgər yayı biz F qüvvəsi ilə dartdıqda X qədər uzanırdısa, ikinci halda da yenə tətbiq edədiyimiz qüvvə F qüvvəsi olacaq. F qüvvəsi ilə yenə də dartdıqda yaranan uzanma yenə X qədər olacaq. Ona görə də cavabımız olacaq Y variantı. Həmçinin 20 digər suala keçək. 26-cı sual da bu il yeni əlavə olunan suallardandır və bu tip suallar həmişə düşmə ehtimalı daha çoxdur. Deyir bizə ki, eyni kütləli. Həmişə məsələni oxuyan kimi bir-bir nə bizə verilibsə, onları bir qrafdan qeyd edirəm. Yazıram M bərabərdir konstant. Yəni eyni kütləlidir, yəni kütlə sabitdir. Eyni kütləli cisimlər sükunət vəziyyətindən, yəni V0 bərabərdir 0. Müxtəlif sabit qüvvələrin təsiri ilə hərəkətə başlayırlar. Bərabər yer dəyişmələr S yazıram mötərizədə bərabər və yaxud da eyni. Yəni yer dəyişməsi SX yazaraq eynidir. Deyir ki, bu zaman cisimlərin aldığı sürətin ona təsir edən qüvvədən asıllıq qrafikini çəkin. Grafiki çəkmək üçün birinci biz ilk növbədə düstur çıxarmalıyıq. Bildiyimiz kimi, bərabər təcilli hərəkətdə son sürətin düsturu ya başlanğıc sürət üstə gəlinsin, təcil vurulsun zamandır, ya da bir düsturu var idi və bərabərdir V0 kvadrat üstə gəl 2 vurulsun, A vurulsun S. İndi biz baxaq görək hansı düsturdan istifadə edə bilərik. Və məsələdə bizə deyir ki, V0 0-dır. V0 0 olduğuna görə hər iki düsturda V0'ların yerinə 0 qoyacaq. Onda düsturumuz belə bir hal alacaq. V bərabər olacaq 6-yə. Burada da V bərabər olacaq kök altında 2A isə. İndi bizim sürət üçün 2 dənə düsturumuz var. Biz buradan hansı düsturu seçməliyik? Birinci düsturu seçməliyik, yoxsa ikinci düsturu seçməliyik? Bunun üçün nə etməliyik? Baxın, məsələdə bizə deyir ki, bərabər yer dəyişmələr bizə zaman haqqında heç bir məlumat vermir. Sadəcə deyir ki, yer dəyişmələr eynidir. Biz də bilirdik ki, müqayisə aparmaq üçün mütləq sabit bir kəmiyyət olmalıdır. Məsələn, riyaziyyatda Y bərabərdir Kx funksiyası. Biz Y-in X-dən asıllığını quranda, burada K sabit bir ədəd olur. Ona uyğun olaraq Y-in X-dən asıllığını qururuq. Yəni, həmişə müqayisə aparmaq üçün sabit bir kəmiyyət olmalıdır. Burada zaman haqqında bizə heç bir məlumat verilmir. Yəni, demir zaman eynidir. Ona görə biz bu düsturu götürə bilmərik. Ancaq bu düstura, ikinci düstura baxsaq, V bərabərdir kök altında 2 vur A vurulsun S.
Yer dəyişmə var düsturda. Bizə də deyir ki, yer dəyişmə bərabərdir. Yəni biz elə bir düstur seçməliyik ki, içərisində nə olsun? Onun yer dəyişmə olsun. Ona görə düsturumuz olacaq. V bərabərdir. Kök altında 2 vurulsun. A vurulsun S. İndi burada biz qüvvə ilə əlaqələndirməliyik biz düsturu. Bilirik ki, F bərabərdir. N vurulsun A əvəzləyici qüvvə. Buradan tərcihi tapsaq, A bərabər olacaq, F bölünsün, M. Baxın, bu düsturu gətiririk burada, A-nın yerinə yazacaq. Onda olacaq kök altında 2 vurulsun. Yəni, buradan biraz yazaq. V bərabərdir. Kökün altında 2 vurulsun. A-nın yerinə yazacaq. F bölünsün, M vurulsun, S. Bizə lazım olan düsturu biz artıq çıxartdıq. Baxın, məsələdə bizdə S olmalıydı düsturun içində. S var. Kütlə deyildi, verilmiş kütlədir. Kütlədə var. 2 sabit ədəddir. Yəni 2 kütlə və yer dəyişmə bunlar sabit ədədlərdir. Bunlar bizi maraqlandırmır. Görürük ki, sürət qüvvə ilə necə asılıdır? Kök altı asılı olacaq. Ona görə də asılılıq qrafikimiz olacaq belə. Yəni A variantı. Bu tip suallar həmişə düşür. Bu da salındığına görə düşmə ehtimalı var. Bu birinci sual güvənin bu tip suallar idi. Bu sualda həmçinin güvənin test kitabçasından götürülən, ona bənzədilən bir sual.